Topa zərbə indirən tapılmadı. Kaşşuka gəldi, çatdı top. Kaşşukdan qapı qarşısına ötürmə. Başla zərbə və gol! 1-1 Bedavi Hüseynov fərqlənir. 27-ci dəqiqədə Qarabağ hesabı bərabərləşdirir. Bedavi Hüseynov mövsümdə ilk golunu vurur. Komandanın kapitanı. Yaxşı qoşuldu hücuma bu standart vəziyyət zamanı və Kaşşukun ötürməsindən sonra başla dəqiq zərbə indirdi. Baxaq epizodun təkrarına. Burada hər hansı bir ofsayd yoxdur. Bu öz yerində. Kaşşuk topu saxladı. Baxdı. Çox incə bir ötürmə verdi. Heç bir ofsayd yoxdur. Əla ötürmə, əla zərbə və 1-1. Hesab bərabərləşdi. Bedavinin ilk qolu və Kaşşukun ilk qol ötürməsi mövsümdə. Çevrildi, sola baxdı. Elvin Cəfərquliyevlə oynadı. Yankovic ilə Elvin'in divar paslaşması. Elvin'dən yerlə qapı önünə. Musa Qurbanlı. Musadan geri. Yankovic və gol! 2-1 Qarabağ hesabı öndə. 79-cu dəqiqədə nəhayət istədiyi qol tapdı. Qarabağ və dərhal məşəllər yanır Qarabağın fan tribunasında. Bu çox uzun çəkən kombinasiyanın sonunda qolunu vurdu. Qarabağ maraqlı olar oyundan sonra kimsə sayar bu kombinasiyada ümumilikdə neçə ötürməyi etdi Qarabağ futbolçuları. Yankovic Elvin Cəfərquliyevlə ilə divar paslaşması etdi. Daha sonra Elvin qapı qarşısında Musa'ya topu ötürdü. Musa topu saxladı, çevrildi, baxdı. Yankovic boş mövqeydə özünü təklif etdi. Musa topu ona ötürdü və Yankovic bir topunuşla topu Qəbələ qapısının 9-luğuna göndərdi. Əla kombinasiya, gözəl gol və Qarabağ hesabda öndə. Nəhayət bu maçda ilk dəfə 79-cu dəqiqədə hesabda önə çıxdı Qarabağ.